fövqəladə hallar, cəsarətin idarə olunması, insanların idarə olunması və təlimçilik, inkişaf üzrə ekspertəm. Hal-hazırda bu gün mövzuda münasibətlərin təhlükəsizliyi mövzusunda çıxış edəcəm. Bu mövzunun içində həm 17 illik təhlükəsizlik bacarıqlarını, həm də 10 illik bu yaşadığım ailə münasibətinin içində öyrəndiklərimi sizə təqdim etmək istəyirəm. Nəyə görə? Çünki ailə münasibətləri, cütlük münasibətləri bizim gördüyümüzdən təmiz fərqli bir şeydir. Ailədə gördüyümüzdən fərqlidir. Küçədə gördüyümüzdən fərqlidir. Dostlarımızın bizim dediyimizdən fərqlidir. Kinoda bizə deyiləndən fərqlidir. Təmiz, ayrı bir dünyanın içində düşürsünüz sanki. Elə bir ki, necə ki o Adriatika dənizində, qırmızı dənizlə Adriatika dənizinin arasında amma belə xətt keçir, yuxarıdan görəndə biri tündür, biri açıq, mavi rəngdədir. Ailə həyatı da elədir. Siz öz həyatınızı yaşayırsınız, sizin həyatınız var və bir də ailə həyatınız var. Siz elə eləməlisiniz ki, bu duzluluq ki var ha, onları qatmayan, o həll olsun içində. Siz ailə münasibətlərinin, cütlük münasibətlərinin içində həll olmalısınız. Mən özüm, əgər mənim təqdimatını görmüşsünüzsə, orada yazılıb 26 il təcrübə. Siz soruşa bilərsiniz, cavan adamın 26 il təcrübəsi handandır? Mən 9 yaşından işləyirəm. Həyat belə gətirir. Özə necə bir işlə işləyirəm? 88 sayılı marşrutu yəqin tanıyırsınız. Burada Qətər səfirliyinin qabağından keçir. Mənim atamın oldu. 88 sayılı marşrut mənim atamın oldu. Əlindən aldılar, həyat belə gətirir. Biz gedirdik, işləyirdik, profilaktoriyalar, təmirxanalar, elektrik-ora, slesor-bura, şoferlər bir tərəfdən, onlar aparıyır, gecə tədbir keçirdi, onlardan yemək, içmək və söhbət edir. Hamısı kişilərdir, 40-50 yaşlı kişilərdir, əlləri bu boyda. Mən də 9 yaşında uşaq. Çünki orada məni saxlayan atamın hörməti oldu, atamın zəhmi oldu. Sonra 17 yaşından hərbi xidmətə başladım. Xüsusi təyinatlı Fövqəladə Hallar Nazirliyinin Akademiyasına daxil oldum. İlk həqiqi hərbi qulluğuma da elə daxil olan kimi başladım. 17 yaşım var idi. Bəziləri var, instituta girirlər 18 yaşından kəsgərlikdən başlasından, sonra uzadılar magistratura, uzadılar aspirantura falan. Amma mən 17 yaşından başladım hərbi xidmətə, Bakıya girmişdim. 2010-cu ildə Kürd aşqınlarında 3 ay iştirak edirəm. Bura qədər suyun içində. Yenə də hər yer kişilər ancaq. Kursantlar, zabitlər, xilas edicilər, əskərlər, kənar hissələrdən köməyə göndərilənlər. Və artıq təsəvvür edin ki, 9 yaşımdan 25 yaşıma qədər bu qədər kişi mühitinin içində mən fırlanan mən 25 yaşımda həyatımda ilk dəfə bir xanımla tanış edirlər, ailə həyatı qururam. Bir ildən sonra ailə həyatı qururam onunla. Məndə psixologiya nə vəziyyətdə olmalıydı? Demək istədiyim nədir? Mən özümü reklam eləmirəm. Burada uğur hekayəsi yoxdur. Hazırda mən işçisəm. Ki, mən 9 yaşından işə başlamışdım. Bu dəqiqə böyük sahibkar oxuyur, sahibkar oxuyuram işte, adi işçidir. Yəni, müstəqil formada fəaliyyət göstərirəm, freelance kimi işləyirəm. Demək istədiyim odur ki, bu qədər kişi mühitinin içində, bu qədər kənar təsirlərdən, 90-cı illərin təsirlərindən bu yana gəlib, mən ailəmi 10 il qoruyub saxlamışamsa, mən də statistikanı sizə göstərəcəm. Deməli, mənim nəsə danışmağa haqqım çıxır. Mən də insanam, bu hava ilə nəfəs alıram, o stulda otururam, əlimi kəssəm qan gələcək. Siz də insansınız, siz də öyrənə bilərsiniz, siz də inkişaf edə bilərsiniz. Siz də öz ailənizi, öz partnyorunuzu qoruya bilərsiniz. Siz də bunun üstündə işləyə bilərsiniz. Mən bu indi 10 ilə öyrəndiyim, 17 ilə öyrəndiyim şeyləri düzdür, bir dənə prezentasiyaya sıra bilməyəcəm. Ancaq ən azından çalışacağım, hansısa bir ideyanı sizə çatdırım. 3 dəqiqədən bir. Mən sosial şəbəkələrində paylaşmışdım. Dünyada 3 dəqiqədən bir nə baş verir? Müxtəlif cavablar gəldi. Tsunami olur, şirkət dağılır, hətta nigah quranlar dedi olur. Yox, nigah quranların sayı da çox. Sizcə nə baş verir 3 dəqiqədən bir? Boşanma. Boşanma. Dünyada 3 dəqiqədən bir boşanma baş verir. İnkişaf etmiş ölkələrdə hələ 42%-dən 50%-ə qədər. Bir günə 7000-dən çox boşanma baş verir, statistikaları bura əlavə eləmişəm. İstəyəniz olsa mənlə əlaqə saxlaya bilərsiniz, linkləri də ata bilərəm. Bu da Dövlət Statistika Komitəsindən götürdüyüm rəsmi rəqəmlərdir. 2004-cü ildə 62.177 nikah kəsilirdisə, cəmi 6.914 boşanma olurdu. Konfisiyentdə görürsünüz yazılır, 11%. 2024-cü ildə, 10 ildən sonra nikahların sayı qalxdı, düşdü 49.000-ə. Boşanmanın da sayı qalxdı 21.000-ə. Fərqi görürsünüz. Demək olar ki, 10.000
sayda nikah azalıb, ancaq boşanma görün nə qədər artıb? 15.000. 15.000 boşanmaya qədər qalxıbdır. Fikir verin, bir günə 58 aylıq alır. Bir günün içində biz burada oturmuşuq, axşama artıq ailəsi 58 nəfər respublika üzərində öz ailəsinə son verəcək. Bəs biz bunları indi statistikadır, bunlar indi yazılan şeylərdir. Kimsə gedir Səadət Sarayında yazdırır, biz nikah qıydıq, asanda müqavilə bağladılar. Bunlar hamısı Dövlət Statistika Komitəsinin rəqəmlərinə düşən, bilinən şeylərdir. Bəs adi cütlüklər kimsə qarşılaşdı, sevdilər, hər oldu, üzük taxdılar, yol üstü nəsə uyğun gəlmədi, ayrıldılar. Ya məktəb vaxtı kimsə bəyəndi, başladılar görüşməyə. Bəs bunların sayı, heç kim gelir, Statistika Komitəsinə demir ki, biz bir-birimizi istəyirik, bir-birimizi, bizi qeydiyyata alın, xeyr. Bunların sayı qat-qat çoxdur, bu icebergin görünən tərəfidir. Bəs sizə belə bir sual verir. Bir günün içində Azərbaycanda 58 dənə bina dağılsa, biz fövqəladə vəziyyət elan edərik. Bəs bu halda niyə elənirik? Çünki səsi çıxmır. Çünki heç kim ölmür. Amma ölmür deyə bilmərəm, çünki bıçaqlanmalar da olur. Ailə Münaqişə sistemində bizə qədər xəbərlərdə, kriminalda görə bilərik. Kimsə döydü, kimsə bıçaqladı. Yəni bu dəqiqə əvvəl eşidirdiksə də kişi qadını bıçaqladı. İndi eşidirik ki, kişini baltaladı, astı, boğdu, gecə zəhərlədi. Ki artıq paritet bir-birini üstələyir və bilinmir ki, ailə münaqişəsi nəyə gətirib çıxaracaq. Amma biz buna görə fövqəladə vəziyyət elan eləmirik. Biz demirik, ay cəmaət, Respublikada gündə 58 dənə bina uçur. Qaçın, bir təhlükəsiz yer tapın. Amma demirik ki, 58 dənə ailə tapır. Qaçın. Hara qaçaq? Bir dənə vətənimiz qalır, bir dənə Azərbaycan. İndi bu dəqiqə Amerikada Elon Musk oturub fikirləşir ki, Marsı necə yaşanılır halə getirək. Halbuki öz sərvəti ilə dünyanı düzəltsin. Marsda nə iş var? Marsda su yoxdur, hava yoxdur, iqlim yoxdur. Ölkədə var. Bizim üçün var. Öz ölkəmizdir. Biz buramızdır. Siz mənə cavab verin. Münasibətlər sevgili, o türklər demiş kələbəklər, yoxsa təhlükəsiz bir zona olmalıdır? Necə fikirləşirsiniz? Siz ailənizin içinə girəndə, evə girəndə, öz partnyorunuzun yanına gedəndə, yəni o mühitə girəndə, siz sadəcə sevgi üzərindən hərəkət eləməlisiniz. Sevirəm də, mən onu, nə etmək olar sevirəm? Yoxsa təhlükəsiz hiss eləməlisiniz? Hansı vacibdir sizə? Hansını istəyirsiniz? Özünüzü təhlükəsiz hiss eləməlisiniz. Çünki hiss eləməlisiniz ki, sizi bir dənə əl tutur, saxlayır. Arxanızda bir əl var, kürəyindən saxlayır ki, səni qoymasın yıxılır. Ki, mən öz həyat yoldaşım, mən özümü bu vəziyyətdə hiss edə bilirəm. Əvvəl sevgi idi. Sevgi hər şey demək deyil. Mən izah edəcəm. Bir dənə sevgi bəs deyil. Heç vaxt bəs olmayıbdır. Amma bizə bütün mass media, bütün sosial şəbəkələr, kinolar hamısı görür. Sevgi, sevgi, sevgi. Əsas sevgidir. Ailədə əsas sevgi olmalıdır. Xeyr. Sevgi ancaq ailənin dayaqlarından biri ola bilər. Ki, digər dayaqlar olmasa ailə çökəcək. Münasibət çökəcək. Peşəkar kimi mən bu məsələnin araşdırılması üçün bizim əmək mühafizəsində istifadə etdiyimiz root cause analysis formulundan istifadə etmək üçün istifadə edəcəm hal-hazırda. Bu anımız biridir. Root cause analysis, yəni kök səbəb analizi bizə nə deyir? Hadisə baş verir. Hadisəni kökünə gəlib çıxmaq üçün biz onun üzərində təhqiqatlar aparırıq, suallar veririk, şahidləri danışdırırıq, risk qiymətləndirməsi aparırıq, əraziyə baş keçirik və s. Başda görünənlər, hadisə yerində başda görünənlər, bunlar simptomlardılar. Ailənin içində, münasibətin içində də həmçinin arvad qışqırır, kişi qışqırır, dalaşırlar, əsəbləşirlər. Nə oldu bəy? Əsəbiyəm. Bu simptomdur. Problem nədir? İşdə dalaşmışam. Problem nədir? Poltaryan işləməyib. Bu problemdir. Simptomla kök səbəbin arasında duran bir
Problem budur. Ancaq biz maksimum, yəni ağıllı adamlar maksimum problemə qədər gəlib çıxa bilərlər. Ancaq bizə kökü lazımdır. Kökü nədir? Kökündə nə dayanır? Bunun altında nə dayanır? Tamam. Qışqırıqdır, konfliktdir, bir-birini danışdırmamaqda, evdə küslü oturmaq, bunlar hamısı simptomlardılar. Və indiki ailələrin çoxsu simptomla işləyir. Siz təsəvvür edin ki, kimyəvi maddə dalıb yerə, sən götürmüsən vedrəni, vedrə ilə ora-bura atırsan. Buradan təmizlədin, amma kənarı dağıdırsan artıq. Kənarı zəhərləyirsən. Simptomla işləmək də həmin şeydir. Arvadın üstünə qışqırırsan, uşağın üstünə qışqırırsan, yığırsan dostuna, əsəbləşdirirlər məni, oturursan çayxanada şikayət edirsən dostuna. Bunlar simptomu kimyəvi zəhərli maddə kimi ətrafa dağıtmaqdır. Biraz anlayışlı olan adamlar düşünürlər problem gövdəsinə, problemlə. Problem nədir? Bax, filan şey baş verir, üstündə neyini edə bilərik? Ancaq çox adam problemin kökünə düşür. Və mən indi sizə köklərinin bəzi budaqlarını belə deyə göstərəcəm. Mən bu üç buzağı qurmuşam, amma bu üç buzaq deyil ha. Burada çox şaxələr var. Üç vacib olanını göstərirəm və nəyin üstündə deyəm. Auditoriya oynamaq. Biz öz partnyorumuzla harasa gedəndə, ailə tədbirinə, dostlarımızla görüşə, toya, yasa, fərqi yoxdur. Özümüzü elə aparırıq ki, elə biz partnyordan üstündəyik. Biz partnyordan üstündük elə. Auditoriya oynayırıq. Dostlara, qohumlara göstəririk ki, biz bax, evində öz partnyorumu sən deyən kimi idarə edirəm. Qız öz anasına göstərməyə çalışır ki, əlimin altındadır ya, yenə belə gözümü ağartıram, sırası didiyim eləyir. Kişi öz atasına göstərir ki, əlimin altındadır, yəni gözümü ağartdım, oturur yerində, evdən çölə buraxmıram, başımı ağlatdırmışam, telefonun əlindən almışam. Dominasiya. Bu biraz xasiyyətə də bağlı bir şeydir. Xasiyyətə də bağlıdır, ancaq kökünü də izah edəcəm. Evin içində artıq heç kim olmasa belə didiyim elə, mən deyən olmalıdır. Yemək niyə pişirməmsən, evini yığışdırmamışsan, arvad kişi elədir, niyə maaşı evə gətirməmsən? Dominasiya niyyəti biraz xasiyyətdən gələn bir şeydir. Və xasiyyətin formalaşdırılması qaydacaqdır. Gözləntilər. Bir insan kimi biz ətrafdan müxtəlif məlumatlar topluyoruz. Sosial şəbəkələrdən, ailəmizdən, insanlardan, dostlarımızdan. Və bizdə elə bir fikir formalaşır ki, arvad özünü necə aparmalıdır? Və yaxud ki, mənim sevgilim qızım özünü necə aparmalıdır? Kişi özünü necə aparmalıdır? Ərim özünü necə aparmalıdır? Bu belə gözləntilər peyda olurlar və bunların hamısının kökü dayanır məhdud düşüncəyə ki, mənə deyiləndən artığını fikirləşmək istəmirəm. Mənə yeridiləndən artığına getməyə çalışmıram. Və atavistik inancları. Atavistik inanclar nədir? Bunu biraz üstündə çox tutulur. Məsəl üçün, mənim anam görüb ki, arvad evdə oturar, kişi yemək pişirər, dərs oxumaz, toyuq, qoyun, quzu, ali təhsil nədir, qadın nədir? Və öz qızına öyrədər ki, ali təhsil nədir, nəyə lazımdır? Qız da keçər, evlənər, yenə oturar evdə və fikirləşər ki, ali təhsil nəyimə lazımdır? Başlayar əsəbləşməyə, özündən çıxmağa, narahat olmağa, gecə yuxusuzluq keçirməyə, mədə ağrıları, bağırsaq ağrıları, baş ağrıları peyda olur, təzyiq problemləri peyda olur. Çünki bu atavistik inanc. Atavizm bilirsiniz nədir? Atavizm nədir? Atavizm nədir? Ailə ilə keçən xəstəlik. Tutalım ki, kimisə, Allah irad etsin, kimisə nəslində Down varsa, ehtimal var ki, növbəti uşaqlarda da Down üzrə çıxacaq. Kiminsə ailəsində xərçəng varsa, uzun müddət xərçəng olursa və ehtimal var ki, gələcəkdə də hansısa uşağında xərçəng çıxacaq. Və yaxud da ki, kiminsə tutalım ki, 4 barmaqla dünyaya gəlir, gen pozuntusudur. Ehtimal var ki, nəsildə hansısa uşaq 4 barmaqla dünyaya gələcək. Bunlar atavizmlərdir. Sırf hansısa bir ailənin, bir nəslinin daxilində bərqərar olan xəstəlik növləridir. Ona görə qohum toylarının qarşısı alındı. Ki, nəyə görə? Gen kodu üst-üstə düşəndə atavizmin üzə çıxma şansı artır, riski artır. Şans yox, risk, təhlükədir.
Ki ona görə başqa genetik kod bir-birindən uzlaşmalıdır ki, yeni dünyaya gələn uşaq nəsil təmizlənsin, həmin atavizmlər artıq qalsınlar geridə. Amma biz Azərbaycan xalqı yox, əmi qızı, dayı qızı, xala qızı, xaloğlu yalnız getdilər. Olmaz elə şey. İkinci məsələ, artıq cütlük qurandan sonra, ailə qurandan sonra belə şeylər başlayırlar. Manipulyasiya. Mən səni sevirəm, amma yemək pişirməyəcəm. Mən səni sevirəm, yox gün başım ağrıyır. Mən səni sevirəm, amma yox getməyəcəm filan yerə. Mən səni sevirəm, yox polkanı düzəltməyəcəm. Bilirsiniz, bu sevirəm sözü ilə bu amma sözü ikisi bir dənə cümlədə olmaya da bilər. Arasından bir həftə də keçə bilər, arasından bir ay da keçə bilər. Bu manipulyasiyadır. Sevirəm, yox eləməyəcəm onu. Sevirsən, niyə eləmirsən? Eləmirsənsə deməli sevmirsən də, adam eləyər. Bunlar manipulyasiya növləridir. Ona görə çatan yerdə sevirəm demək lazım deyil. Münasibət çünki bir nəfərin yükü deyil. Heç bir münasibət istəyir nişan, istəyir hərdən sonra, istəyirsən məktəbdə tanış ol, istəyirsən təzə ailə qur, istəyirsən 10 ildən sonra münasibətlər heç vaxt bir nəfərin yükü olmayacaq. Hazır olun ki, öz ailənizdə, öz sevdiklərinizlə bir yerdə bu yolu bir yerdə gedəsiniz. Təsəvvür edin, absurd şeylər var. Arvad xəstələnir, qırmızı, estağfurullah, 40 dərəcə qızdırma ilə durub yemək pişirir. Xəstəxanaya düşübdür, zəng edir ki, haçan çıxırsan xəstəxanadan? Əməliyyat olub bu adam. Ya kişi, İraqra, iş yerində, başına nəsə gəlib, hündürlükdən yıxılıb, bıçı qırılıbdır. Arvad oturur başının üstündə, haçan pul getirəcəksən və haçan pul getirəcəksən. Yaxud da ki, balaca cütlüklər, təzə cütlüklər. Mən Instagramda görmüşəm, filan kəsə filan şey alır, sən mənə filan şey alırsan. Ya kişi məsələn, oğlan, cütlükdə görür ki, filan kəsin qızı görsən, ondan necə münasibət görsər, sən mənə belə münasibət görsərmişsin. Siz hazır olmalısınız ki, siz bir yerdə çalışmalısınız. Ki kimdənsə bir nəfərdən bir dənə şey gözləmək, ancaq bütün yükü həmin adamın üstünə qoymaq olmaz. Bu iki nəfərin yüküdür. Münasibətlər heç vaxt tək adam üçün nəzərdə tutulmayıb. Bu şəkildə gördüyünüz kimi hər şey demək olar ki, öz-özlüyündə danışır. Qayıdıram həmin o atavistik inanclara. Bu atavistik inanclar təkcə məhdud düşüncə, təkcə bizə ailədən, yaxınlardan, dostlardan gəlmir. Sosial şəbəkələr də burada böyük rol oynayırlar. Sosial şəbəkələr də bizə hansısa mesajları ötürürlər. Çünki sosial şəbəkələrdə videolar çəkənlər, kontent yaradanlar, onlar heç bir fərqi yoxdur. Məmməd oturub Bakıda 50 yaşı var, həyat yoldaşı ilə 20 ildir münasibətlərdədir. Ki o elə bir şey çəkəcək ki, kişi özünü belə aparmalıdır. Məmmədin 50 yaşı var, durur gəlir, yumruğu vurur stolun üstünə, arvad, sən özünü belə aparmalısan. O kontenti çəkən adam üçün heç bir fərqi yoxdur, sənin ailədə problem salacaq, nifaq salacaq, sənin qanunu içəcək, sizin ayrılmağınıza səbəb olur. Onun heç bir fərqi yoxdur. Like, repostlar, şərhlər, reklam satın pulu gəlsin. O sənin münasibətlərin, sənin cütlüyün içində özünü aparmağın, cütlükdən, münasibətlərdən nə cür davam eləməyin, o heç bir marağı yoxdur. Süni bir şeydir, internet həmişə süni olaraq qalacaq. Həmişə kiməsə yarlıqlar basacaq üstünə. Kişi zəifdə heç nə eləməlidir, qadın zəifdə heç nə eləməlidir. Qadın güclüdür, kişi nəzməlidir. Kişi güclüdür, evin içində olmalıdır. Xeyr. Ən böyük problem ümumiyyətlə ailə münasibətlərinin nə cür işləməyin, sevginin nə cür işləməyindən məlumatsız olaraq cütlük yaradıb ailə qurmaq. Kinolar bizə görsədir, dalaşırlar bir-birləri ilə. Oturdu velosipedə, düşdü təyyarə yoluna, aeroporta necəsə girdi, nə cürsə gömrüyü keçdi, nə cürsə o polisi keçdi orada, nə cürsə orada səhət xidməti keçdi, məlum deyil. Oturub velosipedə,
uçuş zolağında təyyarənin dalıyca sürə-sürə qışqırır. Səni sevirəm. Təyyarənin altında velosiped sürə-sürə. Sən təyyarənin altında velosiped sürsən, təyyarənin yox bəlkə bir 100 ton altında 2 dənə motor, həmin o 100 tonu qaldıracaq 2 dənə motor. Səni prosto onun daxilindəki, mühərrikin daxilindəki istiliyi 1 saniyəyə kül eləyər. Ya onun küləyi səni neçə kilometr o tərəfə tullayar. Boş-boş şeyləri çəkirlər. Ya kimsə girir, mən başqasını sevdim. Yaxşı, eybi yoxdur, tək sən xoşbəxt ol. Elə işləmir. Necə yəni sən xoşbəxt ol? Bəs biz bir yerdə keçirdiyimiz illər, zəhmət falan, yox, mən prosto kimisə gördüm, səni artıq atacam, sən 20 illik avrat mənə lazım deyilsən, sən 20 illik kişi mənə lazım deyilsən. Dalaşırlar, qırışırlar bir-birləri ilə kinonun içində, konflikt yaranır, sonra təzdən barışırlar. Həyat kino deyil. Bu kinonu bir saatın içinə elə sığdırmalıdırlar, saat yarımın içinə elə sığdırmalıdırlar ki, sizin maraq müddətinizi tutsunlar. Ki, siz bir saat o kinoya baxasınız, saat yarım kinoya baxasınız, bilet alasınız, marağınız oyansın. Sizin diqqətinizi saxlamaq üçün. Kino sizin heç nə öyrətmək istəmir. Ne demirəm, yaxşı gözəl kinolar var, o heç rejissordan asılıdır, rejissor hansı mesajı vermək istəyir. Bu kimdir, hansı kinolarına görə məşğuldur? Seçmək lazımdır. Ancaq sevgi kinosuna baxırsan, mən deyərdim bütün sevgi kinoları və heç bir sevgi kinoları sakit həyat üzərində qurulmur. Heç bir sevgi kinosu görsəlmir ki, səhər kişi getdi də durdu, gəldi, yenə qayrana pişirdi, arvadında turğuzdu, gəl, yemək hazırdır, oturdular, çörək yedilər, paltalarını giydiler, getdilər işə. Heç bir kino bunu sizə görsətməz. Ki, kinoya maraqlı deyil ki, kim baxacaq ki, heç ona? Heç kim baxmaz. Amma kinoya bilirsiniz nə maraqlıdır? 2 saat 5-də gəlir, qapının önünə, aç qapını, arvad oradan deyir, tüm gecə harada fırlanmısan? Siz o maraqlıdır, görürsən harada fırlanıb oturub baxaq. İnsanlara bu maraqlıdır. Əsl həyat belə deyil. Mən 10 ildir münasibətlərin içindəyim. Bu statistikanın içində də gördünüz. Gündə 58 ailə dağılan yerdə mən 10 ildir ailəmi saxlamışamsa, sizə də tövsiyə edirəm. Baxın, harada köksədə, hara düşür, hansı çətinlikləriniz var? Hansı düşüncələri, hansı ailədən, dostdan, qohumdan, əqrabadan gəlmiş, hansı düşüncədir ki, mənim düşüncəm deyil o. Ki, mən bu insanı sevirəm, mən istəyirəm o xoşbəxt olsun, hansı fikir mənə məlum olur, hansı dəyər mənə məlum olur. Mənə nə deyiblər ki, mən özümü belə aparıram. Mən bu sözü hardan eşitmişəm ki, mən onu buna tətbiq edirəm bu dəqiqə. Nə mən deyiləm, hansı fikir mən deyiləm, harada gördüyüm nə mən deyiləm, mən kiməm? Ondan sonra ancaq başlaya bilərsiniz. Mən öz həyatımda özümü axtarıram. Sən birinci sual verməlisən. Nə mən deyiləm? Üstündən bu yükü boşaldasan və bir yer açasan. Ailən üçün, həyat yoldaşın üçün, sevdiyin üçün, övlad varsa övlad üçün. Ondan sonra siz başlaya bilərsiniz sıfırdan tikməyə. Niyə bunlar baş verir? Bəs bunlar niyə baş verir? Niyə biz bunları eləyirik? Mən sizə kök səbəb söz vermişdim. Ki, kökündə duran səbəb nədir? Niyə biz eləyirik? Niyə eləyirik sizcə? Sizə nəyə görə biz bunu eləyirik? Səbəbi nədir? Niyyət nədir? Niyə? Nəyə dayanır? Kök nəyə dayanır? Nədir sizcə? Fikriniz var nəsə? Variantlar. Qorxu. Bütün bu bizim elədiklərimizin, mən də demirəm müqəddəsəm. Yəni ki, uzun müddət yol keçmişəm, depressiya keçmişəm, elə istəyib qaçmışam, elə olub boşanmaq istəmişəm və müqəddəs deyiləm. O zaman üzərində çalışmışam. Və ona görə sizə deyim, başlarında nəyə görə dedim? Mən 9 yaşından işləyirəm, üzərində işlədim, siz də bacararsınız. Ki, mən sizə bugün həmin o bəzi şeyləri heç olmasa çox da olmasa, 10 illik təcrübəm olmasa da heç olmasa 1-2 yol göstərə bilərəm. Qorxu. Qorxu. Nə qorxusu? Nədən qorxuruq biz? Siz deyə bilərsiniz tək qalmaqdan, siz deyə bilərsiniz ailəmin yanında solmaqdan, siz deyə bilərsiniz dostların yanında ar olmaqdan. Bunlar hamısı cəmsi bir dənə səbəbi var. İnsan neçə il bundan əvvəl yaranır? Bəlkə də 300 milyon il qabaq. İndi Afrikada hardansa, nədirsə bir dənə belə sümük tapıblar.
Deyirlər ki, o sümüyün qədimliliyi 300 milyon ildir. İndi alimlərdir də, hələ bir şey danışır, o alimlərin də tam inanmaq olmaz. Ancaq gəlin razı olaq ki, heç olmasa 100 min il bundan qabaq insanlar var idi. 100 min il qabaq. Və rəsmi məlumatlara görə 42 min il bundan qabaq Azıq mağarasından çənə sümüyü tapılır ki, 42 min il bundan qabaqki insanın çənə sümüyü olur. Heç olmasa bu varımızdır. Gəz Azərbaycana qayıdaq. 100 mindən danışmır. Bizim indiki gördüyünüz hal-hazırdakı sosial cəmiyyət forması maksimum belə deyək də 2000 il bundan qabaq formalaşmağa başlayıb. Şəhərlər tikildi, orta əsrlər, sonra town, ondan sonra artıq ölkələrin yaranmasından sonra Birinci Dünya müharibəsi və s. Bizim kökümüzdə, insani şuurumuzda, beynimizin təsəvvür edin ki, bir var 40 min il insan buna bir dənə bir şeyə öyrəşir və bir dənə bir şeyi təsəvvür edin ki, 2000 il içində üstünüzdən atmağı mümkün deyil. Təsəvvür edin, bir dənə özünüzə sual verin. Hansı zərərli vərdişiniz var və üzərində bu zərərli vərdişi atmaq üçün neçə müddət işləyirsiniz, neçə ay, neçə il? Özünüz üçün fikirləşin. İndi bir dənə təsəvvür edin. Siz öz bu zərərli vərdişinizi 1 ay, 1 il, 5 il, 10 il, neçə müddətsə atmaq istəyirsiniz, ata bilmirsiniz. Və bu bir dənə şeyi, bir dənə dediyim şey, 100 min illərlə davam edir. Bunu 2000 ilin içində sosiallaşmaqla ata bilmərik. Mağara qorxusu, tayfadan, qəbilədən atılmaq qorxusu. Mağaradan, qəbilədən atılmaq qorxusu. Bu nə deməkdir? 40 min il bundan qabaq insanlar tayfa, qəbilə formasında yaşayırdılar. 10 nəfər, 15 nəfər yığılırdı, bir ocaq qalıyırdılar, bir mağaraya girirdilər. Bu ona görə lazımdır ki, insan özünü qoruya bilsin. Kütlə özünü qoruya bilsin. Vəhşi heyvanlar, dinozavrlar, məsələn, yekə yırtıcılar, böyük həşəratlar. Ya o vaxtı şəkillərə görə ağzından bu boyda idi. O bir dənə adama başlaydı, öləcəkdi. Ona görə lazımdır ki, kütlə bir-birini qoruya bilsin. Ölməsinlər, elementar olaraq ölməsinlər, həyatda qala bilsinlər. Mən sizə bir dənə şey deyəcəm. Yəqin ki, bu məsələdən hamımızın xəbəri var. Azərbaycan Respublikasının əmək pensiyaları haqqında qanununa görə hərbi qulluqçuların pensiya müddəti, xidmət 20 il idi. Keçən 24-cü ildə qaldırdılar 25 ilə. 20 il hardan gəlirdi? Heç özünə sual verməmişdi və hamı sevinirdi ki, 20 ildir. Bu 20 il qədim Roma imperiyasından qalma bir tədbirdir ki, Centurion, Pretorianец, döyüşçü, Roma döyüşçüsü 20 il müharibələrdə iştirak edirdi, 20 il xidmət edirdi. Ondan sonra pensiya çıxırdı, 5 qızıl alırdı. O vaxtı bizimki kimi yeniyetməlik dövrü 13-14 yaş deyildi. Yetkinlik dövrü 13 yaş idi. Hərbi qulluğa alma yaşı 13 yaş idi. İnsanların həyatda qalma yaşı bilirsiniz nə qədər idi o vaxtı? Sizcə nə qədərdir? Nə qədər oldu? 35. 22 il. 20-22 il cəmsi insanın ortalama şansı var idi ki, 20-22 yaşına qədər sağ qala bilər. Roma imperiyası dövründə. Və o 20 il əbəs yerə deyildi. Onlar bütün günü müharibələrdə olurdular, poxotlarda olurdular. O qədər böyük imperiya idi ki, elə olurdu ki, imperatorun göstərişi imperiyanın o birisi başına çatana qədər imperatoru devirirdilər, elə olurdu. Ya valinin, ya əyalətin hansısa bir yerindən göstəriş çatana qədər həmin əyalətin rəhbərini məhv edirdilər. Çox böyük bir yer idi. Ona görə hesablamışdılar ki, 20 il kim sağ qalacaq, ay kişi, 5 qızıl nədir? Atırdılar müharibəyə, get döyüş torpağa. Amma indiki hərbi qulluqla, o vaxtki hərbi qulluq da bir deyil. Yəni, yüzlərlə insan var ki, inzibati işlərlə məşğuldur, idarəçilik işlərlə məşğuldur. Onlar normal 20 ildən, 25 ildən sonra pensiya çıxa biləcəkdir. Amma sizin təsəvvür edin. 40 min il bu beyin hər şeydən qorxa-qorxa
müharibədən qorxa-qorxa, geyinməkdən qorxa-qorxa, gəlib də indi sivil həyatın içinə düşübdür və həmin qorxu bizim canımızdan çıxmıyor. Biz o qorxunu öz canımızdan çıxartmalıyıq, onunla yola getməliyik. Qorxu məhv olan deyil. Biz ondan yola getməyi öyrənməliyik, danışmağı öyrənməliyik, başa salmalıyıq, ondan müqavilələr bağlamalıyıq, belə deyək. Ki, həmin qorxunun üstünə ki, birdən tayfadan atılaram, ordudan atılaram, ölərəm, qorxusunun üstünə bir də bizim ailəmizin, dostlarımızın evin içində bizi doldurduqları atavistik və məhdud düşüncələr gəlirlər üstünə. Arvad yerində oturar, arvad nədir çöldə gəzmək nədir? Pazuqla ilə gəzmək nədir? Kişi nədir maaşı kənarda xərcləmək nədir? 8 oldu axşam evdə olmalıdır, dostlarla gəzmək nədir bir iki şeylərdir? Bunlar hamısı məhdud düşüncələrdir. Ailənin, dostların, mass medianın, yəni kütləvi medianın, xəbərlərin, sosial şəbəkələrin, kinoların bizə doldurduqları şeylərdir. Amma indi bu dəqiqə bir şeyi başa düşməlisiniz ki, biz hələ də mağaranın içində yaşayırıq. Bizim mağaramız betondur, daşdır. Ancaq beynimiz bizim həmin o mağarada yaşayan insanın beyni olmalı deyil. Ki, bizi əvvəl qoruyan kütlə, əvvəl qoruyan qəbilə, tayfa indi bizi öldürür. İndi bizim həyatımızı məhv edir. Bu dəqiqə bizim ailəmizə müdaxilə edir. Cütlüyümüzə, sevgimizə. Siz başa düşməlisiniz ki, sizin o bir nəfər seçdiyiniz insan sizin bu bütün kütlədən daha vacibdir. Sənin cütlüyün, sənin münasibətlərin, partnyorun, sevgin daha vacibdir. Mən demirəm, ailə vacib deyil, atın bu dəqiqə ailənizi gelin, dostlarınızı atın bir kənara. Xeyr, qətiyyən olmaz elə şey. Bu, hamısı ucuz psixologların dediyi şeydir. Ailəvizdən imtina edin, sizi istəməyənlərdən dərhal həyatınızdan çıxarın. Amma baxın hər yer, hansı yer. Məsələn, işləyirsən, sənin iş yoldaşında məcbur deyil ki, onunla dost olasın. Ancaq atan var, anan var, qardaşın var. Onlarla sərhəd qoymaq lazımdır, diyaloq qurmaq lazımdır. Normal vəziyyətdə insanlar var, narkotik aridətisidir, o insanları belə çıxırıq, yəni hər hansı bir problemləri olan insanları qoyuruq kənara, normal formada danışırıq, yəni sivil şeylərdən danışırıq. Münasibət qurulmalıdır, sərhəd qoyulmalıdır, diyaloq qurulmalıdır, izah olunmalıdır, bu vaxt aparacaq, uzun prosesdir. Amma siz buna hazır olmalısınız ki, sizə kütlə vacibdir ki, biz artıq mağarada yaşamırıq. Heç kim sizin çöldə yiyər deyil, ağzından atlar da artıq bu boyda deyirlər ki, üstüvə qolunu vurub öldürəcəksiniz. Yoxsa həmin o seçdiyiniz bir nəfər. Sualı özünüzə cavab tapmalısınız, özünüzə. Siz başa düşməlisiniz ki, sizin partnyorunuz sizin düşməniniz deyil. Partnyorunuz düşməniniz deyil. Bir də deyirəm, partnyorunuz düşməniniz deyil. Siz ailənin içinə, münasibətlərin içinə müharibəyə girmirsiniz. Ki, bizi evdə hazırlayırlar. Möhkəm olun. Kişini al ayağının altına. Arvad almalı, yumruğunun altında. Elə bir müharibəyə hazırlayırlar. Dövüşə hazırlayırlar ailənin. Xeyr. Siz düşmənçiliyi eləməyə getmirsiniz. Yad oğlu, yad qızı, bunun sözlərdir belə. Siz ailə qurursunuzsa, artıq o partnyorunuz sizin ailənizdir. Cütlük qurursunuzsa, artıq o partnyorunuz sizin ailənizdir. Potensial olaraq. Seçmişsinizsə, bu normaldır. Demirəm, bütün cütlüklər də qalmalıdır. Xeyr, məcbur deyirsən, kimisə tapdınsa, elə onun altında kimi gəlir. İnsan var, alkoqol alidətçisidir, insan var, mərc oyunları alidətçisidir. Həm kişilərə, həm qadınlara aiddir. Elə kişilər var ki, deyir, mən evə 3-dən tez gəlməli deyil. Elə qadın var ki, deyir, mən həftədə 2 dəfə palturalarımdan 5 manatlıq rastol eləməsəm, mən deyiləm. Bu da siz hazır olmalısınız ki, nəyə kompromisə gelməliyik. Bu mənə lazımdır, yoxsa yox. Bu məni öldürəcək, yoxsa yox. Mənim bir tanışım var, qohumdur. Biraz uzaq qohumdur, 34 yaşı var, oğlandır. Nə istədiyi, nə gəzdiyi, nə ailəsi yox. Deyir, istəmirəm. Mən istəyirəm dostlarımla vaxt geçirəm, mən istəyirəm səhət edeyim, mən bir yerdə otura bilmirəm, mən heç kimin qızını götürüb bədbəxt edə bilmərəm.
Bu insan özünə hesabat verir, özünü tanıyır, həyatını yaşamaq istəyir. Bu da normaldır. Amma bu yola düşmüsünüzsə artıq, münasibətlər yoluna, cütlük yoluna, özünə hesabat verməlisiniz. Başa düşməlisiniz ki, partnyorunuz, düşməniniz deyil. Ya ikiniz də sağ çıxacaqsınız bu oyundan, ya ikiniz də məhv olub öləcəksiniz. Və bu ölmək uzun müddət aparacaq. 70-80 yaşına qədər bir-birinizin qanını içəcəksiniz. Bu lazımdır sizə. Məncə heç kimə lazım deyil. İndi gəlin belə bir texnika eləyək, psixoloji texnika. Bilmirəm nə qədər xoşunuza gəlir, xoşunuza gəlmir, istəməyən eləməyə bilər. Təsəvvür eləyin. Siz qarşınızda böyük bir torpaq sahəsi var. Böyük bir torpaq sahəsi. Çox gözəl bir torpaq sahəsi. Balaca qazon, biraz ağaclar, orada bir mayak, bir ev. Təsəvvür edə bilirsiniz. Təsəvvür edin. Və siz başlayırsınız bu torpaqda gül əkməyə. Gül əkirsiniz, kol əkirsiniz, məsələn, qəşəng şeylər əkməyə başlayırsınız. Siz görürsünüz ki, kənardan bir nəfər də öz torpağında gül əkir. Siz onda gedirsiniz, gülünüzdən biraz dərirsiniz, getirsiniz. Gəl bir yerdə bu torpaqda gül əkərik. Ki, filan yerə çatmağa bizə daha az vaxt gedəcək bir yerdə. Biraz sən mənim bağımda gül əkərsən, biraz mən sənin bağımda gül əkərəm. Belə iki nəfərlə iş daha sürətlə gedər, daha maraqlı olar. Və başlayırsınız bir yerdə həmin torpağı gözəlləşdirməyə. Və bu momenti sizin əkdiyiniz gülləri, kolları, ağacları kənardan gəlib başlayırlar qopartmağa. Kimlər? Həmin sizə məhdud düşüncəyin yerlərlər. Kinoda aktyorlar, rejissorlar, influencerlər, Instagram, Facebook, oxuduğunuz postlar, arxasında duran adamlar, adını görmədiyiniz mənfurlar, hətta ailənizin içindən də ola bilər, gəlirlər başlayırlar kənardan o güllərinizi qopartmağa sizin. Siz də qalırsınız iki daşın arasında. Ya bu insanla gülümü əkməyə davam eləməliyəm, ya o qopardanlarla bir yerdə həmin o sizin partnyorunuzun bağındakı gülləri də mən başlamalıyam qopartmağa. Nə etməlisiniz? Bir yerdə gül əkməyə davam edəcəksiniz, yoxsa onun əkdiyi güllərlə başlayacaqsınız onlara qoşulub qopartmağa. Bax, münasibət bundan bənzəyir. Təsəvvür edin, kənardan kimsə gəlir, başlayırsınız bağınızdakı gülləri qopartmağa. Siz də başlayırsınız, yəni pis mənada artıq pis yola düşürsünüz və həmin o sizin partnyorunuzun əkdiyi gülləri də başlayırsınız sizi qopartmağa. Ya da ki, siz həmin adamları bağınızdan çıxardırsınız, uzaqlaşdırırsınız, səhər qoyursunuz, zabor qoyursunuz, qapıya da deyəndə qıfıldır. Siz çöldə. Ürəyiniz istəyər, gələr sizin də bağınızda biraz çöləkəyəm. Amma buram onunla mənim bağımdır və sizin mənim güllərimi çıxarmağa ixtiyarınız yoxdur. Yox. Bu qədər. Təşəkkürlər dinlədiyiniz üçün. Bilmirəm, maraqlı oldu, olmadı. Deyəsən, çox uzaq.